Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa edilən ikinci qaladır. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə edilib. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Onun yanında xanın iqamətgahı da mövcud idi. Şahbulaq qalasının inşasında çaydaşlarından, əhəngdən, hətta yumurtadan istifadə olunub. Onun divarlarının hündürlüyü 7, bürclərinin hündürlüyü isə 8,5 metrdir. Vaxtilə onun ətrafında məscid, bazar meydanı, hamam tikilib. Qısa zaman ərzində Şahbulaq qalası kiçik qala şəhərə çevrilmişdir. Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib, müdafiə tikilləri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanıb. Şahbulaq qalasının mürəkkəb müdafiə planı güclü hazırlanıb. Bir neçə dəfə hücumlara məruz qalan qalanın inşasına dəfələrlə yüksək məbləğdə pullar ayrılıb. Şahbulaq qalası hər tərəfli əlverişli bir yerdə salınıb. Həm coğrafi baxımından, həm də su təchizatı baxımından. Belə ki, qalanı salanda çoxlu su quyularını qazmağa ehtiyac qalmadı. Ətrafda bol sulu bulaqlar var. Hətta deyirlər ki, Şahbulaq qalası adını məhz bu bol sulu bulaqlardan götürüb. Yeni müdafiə qurğuları və şəhərlərin salınması Qarabağın ilk xanı Pənahəli xanın hərbi siyasi işlərlə yanaşı dəyərli quruculuq uğuru sayılır. Bu sahədə ilk addımlardan biri 1748-ci ildə Kəbirli mahalında Azərbaycan Türk tayfası Bayatların adı ilə bağlı olan Bayat qalasının inşası olur. Döyüşlərdə tez-tez uğurlar qazanan Qarabağ xanı Pənahəli xana artıq yaşadığı Bayat qalası coğrafi mövqeyinə görə əl vermirdi. Bu vaxt xana Şahbulaq ərazisində bir qala tikməyi təklif edirlər. 1751-ci ildə Pənahəli xan məhz burada, bu ərazidə Şahbulaq qalasının tikilməsinə göstəriş verir. Daha sonralar güclü mühafizəyə malik olan bu qalanı qıfıl, yəni kilit adlandırırdılar. Yeni qalaya köçən və mövqələrini möhkəmləndirən xan əvvəlki qərargahını dağıtmağa göstəriş verir. Şahbulaq ərazisindəki inşaat işləri, xüsusilə qala və məscidin memarlığı, sonradan Şuşada aparılan inşaat işlərinə əhəmiyyətli təsir göstərib. Demək olar ki, Şuşanın bütün qala daxili qəsrləri memarlıq planlaşdırma və həcm fəza strukturu baxımından Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayır. 1752-ci ildə Şahbulaq qalası demək olar ki, tam hazır idi.
və Qarabağ xanı Pənahəli xan ailə üzvlərini, yaxınlarını, qulluqçularını götürüb Bayat qalasından bura köçdü. Həmin gündən Şahbulaq qalası Qarabağ xanlığının ikinci mərkəzinə çevrildi. Lakin bir müddət sonra yaxınları Pənahəli xana yeni qalanın inşası üçün daha təhlükəsiz yer seçməyi məsləhət görür. Baxmayaraq ki, Şahbulaq qalası təhlükəsiz yer idi. Paytaxtın Şahbulaq qalasından Şuşa qalasına köçürülməsinin səbəbi Şuşa qalasının əbədi keçilməz, əlçatmaz yer olması idi. Şuşa qalası hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi. Pənahəli xan çox təhlükəsiz bir ərazini seçdi. Şahbulaq qalası hazır olandan bir müddət sonra Qarabağ xanı Pənahəli xana daha bir əlçatmaz qala təklif olunur. Bu da Şuşa qalası idi və 1752-ci ildə Şuşa qalasının əsası qoyulur. Daha sonra isə Qarabağ xanlığının mərkəzi Şahbulaq qalasından Şuşaya köçürülür. Buna baxmayaraq Şahbulaq qalası bu gün də Ağdamın simvolu olaraq qalmaqdadır.